Həstələr sual verir ki, ay doktor, biz vaginoplastika zamanı qorunma yöntəmi olaraq nəyi seçək? Əlbəttə ki, gənc xanım olduğuna görə boruların bağlanmağını, o bildiyiniz kimi geri dönüşü olmayan bir əməliyyatı, radikal əməliyyatı, onu tövsiyə etmədim. Gələcəkdə bəlkə də uşaq planı olar. Ona görə də pasientimizə əlində gördüyünüz bu qeyri-metal tərkibli spiralı təyin elədik. Buna deyirlər T şəkilli UDK spiral. Saxlama müddəti 7 ildir. Pasientimizə uyğundur. Yəni pasientimizin bir problemi, əks göstəriş yoxdur. Əks göstərişlər nə ola bilər? Uşaqlıq yolu infeksiyaları, uşaqlıq boynu iltihabı və yaxud da ki, hər hansı bir adət düzənsizliyi, qanamaları çox olan adətlər, metrajı şəkildə olan adətlər endometrioz xəstəliyi bəli. Çünki endometrioz və yaxud da miyom olan qadınlara sadə spirallar tərcihimdir. Onlar dərmanlı spiral seçsinlər. Bu qadında o problemlər olmadığına görə adi sadə spiralla hamiləlikdən qorunacağıq və vaginoplastika zamanı spiralımızı da qoyduq. Saxlama müddəti 7 ildir.